fəal olan və ya həyatını risk edən görməmişdi. 98-ci ildə müxalifət hamısı bir yerdə, onda mən Müsavat Partiyasının rəhbərliyində idim. Hamısı bir yerdə o dövr üçün bir açılış mitinqinə getdi. Tam qarşı durmaya getdi. Hamı da orada iştirak edirdi. Sahil metrosunun qarşısında rəhmətli İlyas müəllimidir. Mən dayanmışdıq, şüar deyirdi, nə bilim polislərlə qaçdırma gedirdi. Tutaq ki, mənim qolumu vurdular. İlyas müəllimidir, vəzifədə olubdu. Dəvət elədilər, avtobusa götürdülər, yığışdırdılar hamını. Gözümün qarşısında Pənah Hüseynin başını vurdular, yardılar. Qışqıra gelirdi. Əli Kərimli də oradaydı. Hara getdi? Hamı dedi ki, Əli Kərimli qaçdı girdi. Yəni sahil metrosunun ətrafında hər kəs hərəkət edirdi. Qaçdı girdi Axundovada kitabxanaya. Sən niyə çıxmadın orada? Sən niyə polisdən qaçdıya getmədin? Sən də başın yarsın, sən də qolunu vursunlar. Yəni söhbət ondan gedir ki, yenə də deyirəm. Bunlar hamısını zamanında həmişə demişim. Mən onların içərisində təzədən qayıdınızı demək istəmirəm. Amma söhbət ondan gedir ki, bu günləri o adam Ramiz Mehdiyevlə əlaqəli şəkildə istintaqa cəlb olunursa, bu ən azından ən yaxın adamı da mən hesab edirəm ki, bununla bağlı özünü bir mövqeyin ortaya qoyur. Vətəndaş mövqeyin ortaya qoymalıdır. Hansı sənin liderini tuturlar, sənin qrup maraqların yox, dövlətin keçinə dayanmalısın. Biz bəzən görürsən ki, yazılar ki, Akif Nağı nə bilim yaşlı, nə bilim nə. Biz indiyənə qədər dövlətə xidmət eləmişik. 30 il ərzində heç kəs deyə bilməz ki, Akif Nağı hansısa marağa xidmət edirdi. Bizim bir dənə şablonumuz